Salam əziz dostlar. Bugün 7 dekabr Güvənin 10-cu siniflər üçün keçirdiyi 2-ci qrup blok imtahanı üzrə sınaq imtahanı suallarına baxırıq. Coğrafiya fənnindən. Birinci sualda hansı materikdə zəlzələ baş vermə ehtimalı daha azdır? Biz materikləri keçəndə qeyd edirdik ki, bu Avstraliya materikidir. Səbəb isə onun litosfer havalarının sərhədindən kənarda yerləşməsidir. Növbəti sualımıza diqqət yetirək. Kalyari şəhərinin coğrafi koordinatları 40 şimal enliyi 9 dərəcə şərq uzunluğudur. Buna əsasən Kalyarinin Bakıdan hansı istiqamətdə yerləşdiyini müəyyən edin. Gəlin sxem şəklində qeyd edək. 40 dərəcə şimal enliyi. Biz bilirik ki, Bakı da 40 dərəcə şimal enliyindədir və 50 dərəcə şərq uzunluğundadır. Bu Bakı şəhəri. Kalyari şəhəri isə 9 dərəcə şərq uzunluğundadır. Yəni enlikləri eynidir. 40 şimal enliyinin üzərindədir. Şərq uzunluqları bu tərəfdən başladığından, yəni Greenwichə görə 9 dərəcə şərq uzunluğu daha qərbdə yerləşəcək. Bu da olsun Kalyari şəhəri. İndi diqqət edək suala. Kalyarinin Bakıdan yerləşdiyi istiqaməti bizdən istəyir. Yəni Kalyari Bakıya nəzərən, Bakıdan dayanıb baxsaq, Kalyari harda yerləşir? Təbii ki, bu qərb istiqamətidir. Cavabımız B variantı. Növbəti sualımız. Hansı tarixdən başlayaraq Azərbaycanda gündüzlərin uzunluğu azalmağa başlayır? 22 iyunda şimal yarımkürəsində ən uzun gündüz müşahidə olunur. Çünki yay gün dönümüdür. Və bu gündən etibarən, bu gündən sonra başlayır şimal yarımkürəsində gündüzlərin uzunluğu azalmağa. Azərbaycan da şimal yarımkürəsində yerləşdiyindən bu tarix bizim ölkəmiz üçün də keçərlidir. 34-cü sualda hansı vulkan Şimali Amerikada yerləşir? Kilimanjaro vulkanı Afrikada yerləşir. Pinatubo vulkanı Filippində yerləşir. Şasta vulkanı Şimali Amerikada, Vezuvi Avropada, Erebus vulkanı isə Antarktidada yerləşir. Demək, doğru cavabımız Şasta. Növbəti sualımıza baxaq. Alp qırışıqlığı hansı geoloji erada baş vermişdir? Biz bilirik ki, Alp qırışıqlığı ən cavan qırışıqlıqdır və bu Kaynozoy erasında baş vermişdir. Növbəti 36-cı suala baxaq. 4 dərəcə qərb uzunluğu və 4 dərəcə şərq uzunluğu arasındakı yerli vaxt fərqini hesablayın. Məntəqələrimizin biri şərq, biri qərb olduğundan, yəni Greenwichə görə onlar arasında belə bir sxem şəklində çəksək, dörd dərəcə şərq uzunluğu və 4 dərəcə qərb uzunluğu. Bunlar arasındakı məsafə 8 dərəcə edər. 1 dərəcəmizdə bilirik ki, 4 dəqiqəyə bərabərdir. Və bu zaman 8 dərəcəmizi tapmaq üçün 8-i 4-ə vurub 32 alarıq. 32 dəqiqə. Variantımız C variantı olacaq. Növbəti sual. Mərmər və qneysin oxşar xüsusiyyətini istəyir bizdən. Mərmər bilirdik ki, əhəng daşından yaranmış bir metamorfik süxurdur. Qneys isə qranitdən yaranmış metamorfik süxurdur və bunların oxşar cəhəti də elə metamorfik süxur olmalarıdır. Çökmə mənşəli süxurdan yaranıblar. Bəli, mərmər çökmə mənşəli əhəng daşı süxurundan yaransa da, amma qneys maqmatik mənşəli qranitdən yaranmışdır. Çökmə mənşəlidir, hər ikisi deyil. Artıq bildik, maqmatik mənşəli süxurdan çevriliblər. Artıq bildik ki, bu da deyil. Filiz faydalı qazıntıdır, xeyr. 38-ci sual. Üzərində planşet yerləşdirilən 3 ayaqlı masa, bu bilirik ki, menzuladır. 3 ayaq menzuladır və planalma zamanı bundan istifadə edilir. Paleozoy erasının dövrləri deyil.
Biz bilirik ki paleozoin dövrləri Kembri, Ordovik, Silur, Devon, daşkömür və Perimdir. Burada Yura artıqdır. Çünki Yura, Trias Yura təbaşir olmaqla bunlar Mezozoy erasının dövrləridir. Növbəti 40-cı suala diqqət yetirək. 23 sentyabr tarixində 55 şərq uzunluğunda çıxan Günəş 12 saatdan sonra hansı uzunluqda batar? Demək, bu sualımız bir qədər məntiqi sualdır və 23 sentyabr tarixində bilirik ki, Günəş ekvator üzərində zenitdədir və hər iki yarımkürə eyni dərəcədə işıqlanır və eyni dərəcədə gecə və gündüzün uzunluğu, yəni eyni qədər olur. Bərabərləşmə müşahidə olunur. 12 saat gecə, 12 saat gündüz. Və 55 şərq uzunluğunda çıxan Günəş 12 saatdan sonra, təbii ki, Günəş çıxdısa, 12 saat gündüz baş verirsə, 12 saatdan sonra elə həmin coğrafi uzunluqda da batmış olacaq. Çünki 12 saat gündüzün müddətidir və uzunluğumuz dəyişməyəcəkdir. Cavabımız elə A variantı olacaq. 41-ci suala baxaq. Azərbaycanın bir bölünsün 550 min miqyaslı torpaq xəritəsinin müvafiq olaraq miqyas və məzmununa görə hansı qruplara aid olduğunu müəyyən edin. Bir bölünsün 550 min orta miqyasdır. Çünki orta miqyas 1/200 mindən 1/1 milyon arasında yerləşən bir göstəricidə olmalıdır və bu miqyas orta miqyaslıdır. Yəni, buradan artıq bir neçə variantlarımızı belə deyək ki, çıxdaş edə bilərik. Məsələn, böyük miqyaslını silək, kiçik miqyaslı, böyük miqyaslı sildik. Qaldı orta və orta, birində ümumi coğrafi, birində isə tematik xəritə. Və baxırıq, bu xəritəmiz torpaq xəritəsidir. Torpaq xəritəsi bir mövzu üzrə tərtib olunduğundan bu tematik xəritə hesab olunur. D variantı doğru variantdır. 42-ci suala diqqət yetirək. Cənubi Amerika və Afrika materiklərinin oxşar xüsusiyyətləri, qütb gecə gündüzləri müşahidə olunmur. Bəli, bu doğru variantdır. Qütb gecə gündüzləri hər iki materikdə müşahidə edilmir. Şərq hissəsi seismik cəhətdən aktivdir. Şərq hissəsi deyil, xeyr. Afrikada şərq hissə aktiv olduğu halda, Cənubi Amerikada şərq hissə deyil, qərb hissəsi daha aktivdir. Yəni, ikinci cümlə yanlışdır. Günəşin zenitdə olma prosesi baş verir. Bəli, tropik xəttləri buradan keçdiyindən Günəşin zenitdə olması hər iki materikdə müşahidə edilir. Sahillərini Hind okeanının suları yuyur. Afrikanın sahillərini Hind okeanının suları yusa da, Cənubi Amerikanı digər iki materik olan Sakit və Atlantik okeanının suları yuyur. Qədim Gondwana qurusuna aiddirlər. Biz bilirdik ki, Gondwana cənub materiklərini yaratmışdır. Bunların arasında Cənubi Amerika və Afrikanı da qeyd etmək lazımdır. 3 yarımkürədə yerləşirlər. Biz bilirdik ki, Afrika materikini həm Greenwich meridianı, həm ekvator kəsir və 4 yarımkürədə yerləşən yeganə materikdir. Ona görə də 3 yarımkürədə yerləşir sözünü Afrikaya aid etmək olmaz. Doğru cavabımız 1, 3, 5 A variantı olacaq. Növbəti sualımıza baxaq. Xəritə sxemə əsasən fəsillərin daha aydın müşahidə edildiyi əraziləri müəyyən edin. Fəsillərin aydın müşahidə olunduğu, 4 fəslin yaşandığı enliklər mülayim enliklərdir və biz buradan asanlıqla artıq bir neçə məntəqəni çıxara bilərik. Məsələn, 5. Məsələn, ekvatorda yerləşən 3, 6. Bunları rahatlıqla çıxarmaq olar. Və daha orta enliklərdə yerləşən 1, 2 və 4-ü götürə bilərik. Doğru cavabımız B variantıdır. Digər sualımıza keçək. Günəş 10 dərəcə şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 cənub enliyindəki məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsindəki hansı enliyə düşər? Demək, günəş 10 şimal enliyindədir və məntəqəmiz də artıq bəllidir, 50 cənub enliyi. Gəlin görək, 50 cənub enliyinə günəş şüaları nə qədər düşər? 90 dərəcədən məntəqənin enliyini
50-ni çıxıram. Və günəş şimalda, məntəqə isə cənubda olduqda biz günəşin zenitdə olduğu enliyi də buradan çıxırıq. Yəni 40, 40-dan da 10, 30 dərəcə. 50 dərəcə cənub enliyinə bu zaman günəş şüaları 30 dərəcə bucaq altında düşər. Və bizə deyir ki, bu məntəqəyə düşən günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsində hansı enliyə düşər? Yəni həmin tarix üçün nəzərdə tutur. Günəşin 10 şimal enliyində olduğu vəziyyət üçün nəzərdə tutur. 90 çıxılsın, enlik bəlli deyil. Günəş şimalda və qeyd etdiyi kimi məntəqə də şimalda olacaqsa, burada üstəgəl qeyd olunmalıdır. Və bu da bərabər olmalıdır 30 dərəcəyə. Yəni, bayaqki məntəqəyə düşən tapdığımız dərəcəyə 30 dərəcə. Və buradan artıq enliyimizi tapa bilərik. Enlik bərabərdir 90 dərəcə çıx 30 üstəgəl 10. Bu da bərabərdir 70 dərəcə. 70 dərəcə nə enliyi olacaq? Şimal enliyi. Doğru variantımız C variantı. Eylirvin diaqramına əsasən uyğunluğu müəyyən edin deyir. 3-cü saat qurşağı və demək 4-cü saat qurşağı verilibdir. Qonşu saat qurşağı ilə sərhəddi 52,5 şərq uzunluğundan keçir. Hər iki saat qurşağı şərq uzunluğunda yerləşir. Biz artıq bunu bilirik. Və bunu müəyyən etmək üçün nə etməliyik? 3-cü saat qurşağı ilə başlayaq. 3-ü vururuq 15-ə. Şərq sərhədini müəyyən edək. Və üstünə gəlirik 7,5. 45, 45-in üstünə 7,5 eləyir 52,5 dərəcə şərq uzunluğu. Bəli, bu 3-cü saat qurşağının şərq sərhəddidir. 3 ilə 4-ün arasında yerləşir. Və baxaq 4-cü saat qurşağı üçün 4 vur 15 dərəcə və bu edir 60. 60-dan 7,5-i çıxıb qərb sərhədini müəyyən edərək bilirəm ki, bu da artıq 52,5 şərq uzunluğu edəcək. Yəni, bu birinci fikir 3-ə aiddir. Yəni, baxın bura. Yəni, 52,5 dərəcə şərq uzunluğu 3-cü saat qurşağının şərq sərhəddi, 4-cü saat qurşağının isə qərb sərhədini təşkil edir. Və baxaq ikinciyə. 2-də Azərbaycan yerləşir. Azərbaycan bilirik ki, 3-cü saat qurşağında yerləşir. C-də orta meridianı 60 dərəcə şərq uzunluğudur. Bu artıq, məsələn, 3-ü vururam 15-ə, 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğu edir. 4-ü vururam 15-ə, 60 dərəcə şərq uzunluğu bu 4-cü saat qurşağına aiddir. 1B, 2C, B, C, A. C variantı burada uyğunluq var. Düzgün variant C variantıdır. 46. Hansı materiklər bütövlükdə cənub yarımkürəsində yerləşir? Buradan A variantından Afrikaya görə cavabımız yanlışdır. Buradan da Afrikaya görə yanlışdır. Burada Cənubi Amerikaya görə yanlışdır. Bu da Cənubi Amerikaya görə yanlışdır. Y variantı isə tamamilə cənub yarımkürəsində yerləşən materiklərimiz olan Antarktida və Avstraliyadır. Düzgün variant Y variantı. 47-ci sualda 1 santimetrdə 2,5 kilometr miqyasını ədədi miqyasa çevirin. Demək, 1 bölünsün şəklində yazırıq. 2,5-dir. Diqqət yetirək. Biz bunu metrə də çevirib yaza bilərik təbii olaraq. Yəni 2500 metr edir bu. 2500 yazıb metr olanda da bilirik ki 2 sıfır əlavə edirdik yanına. Əlavədə 2 sıfırımızı əlavə etdim və oldu bu bizim miqyasımız. Və yaxud da 1 bölünsün
Biz bilirik ki kilometrə görə 5 sıfır əlavə edirdik. Amma burada virgül var. Virgüldən sonra cəmi bir rəqəm var. Ona görə də sıfırların sayını bir dənə azaldırıq. Yəni, virgüldən azad edirəm. Gördünüz, virgülü qeyd etmirik. Təbii ki, ədədi miqyasda ümumiyyətlə virgül olmur. Və normalda kilometrə görə 5 sıfır yazmalıydım, amma virgülə görə onun birini ixtisar etdik. Yenə eyni şeydir. Hər iki halda düzdür. 48. Variantı qeyd etmədim. Baxın, variantımız da Y variantı olacaq. 48. İzoseislər adlanır. İzoseislər izoxətlər üsuludur və seismik xəritələrdə eyni zəlzələ gücünün hiss edildiyi nöqtələri birləşdirən xətlərdir. Yəni, burada baxaq, eyni mütləq hündürlük, bu deyil, bu izohipsdir. Eyni dərinlik, izobatdır. Bu düzgün variantımızdır. Eyni geoloji yaş, xeyr, bu da deyil. Eyni günəş şüaları, minimum düşmə bucağının eyni olduğu, xeyr, bu da deyil. Düzgün variant C variantı olacaq. 49-cu suala diqqət yetirək. Əgər iki məntəqə arasındakı yerli vaxt fərqi 2 saat olarsa, bu məntəqələr hansı coğrafi uzunluqlarda yerləşə bilməz? Birinci qeyd edək ki, yer kürəsi 1 saata 15 dərəcə dönür. Yəni 1 saatımız 15 dərəcədir və bu zaman 2 saatımız nə qədər olacaq? 30 dərəcə olacaq. Və məntəqələrin arasında demək ki, 30 dərəcə fərq olanlar burada düzgündür, amma bizdən ola bilməz soruşur. Yəni, arasında 30 dərəcədən az və ya çox fərq olmalıdır. 15 qərb uzunluğu və 15 şərq uzunluğu. Biri qərb, biri şərq olanda toplayırıq məsafəni tapmaq üçün və bu 30 dərəcə edər. Bunu götürmürük. 50 şərq uzunluğu, 80 şərq uzunluğu. Hər ikisi şərq uzunluğu olduqda çıxırıq. 80-ın 50-ni çıxdıq, 30 verir. Bu da olmaz. 35 dərəcə qərb uzunluğu, 5 dərəcə qərb uzunluğu. Hər ikisi qərbdir deyə çıxırıq. 30 dərəcə qərb uzunluğunu alırıq. Olmaz. 60 şərq uzunluğu, 20 dərəcə qərb uzunluğu. Biri şərq, biri qərb olduqda toplayırıq. Burada 80 dərəcə edir. Demək ki, bu mümkün olmayan variantdır. Bizdən də bu istədiyi elə bu idi. 10 şərq uzunluğu, 20 qərb uzunluğu fərqli yarım kürələr olduğundan toplayırıq və bu da 30-u edir. Yəni, bu da olmazdı. Gəldik növbəti 50-ci sualımıza. Aşağıda verilmiş şərti işarə ilə planda deməli təsvir olunur. Yəni, nə? Bu əzbərə bir məlumatdır uşaqlar. Bu seyrək meşənin şərti işarəsidir. Yəni, C variantıdır. Növbəti sualımıza diqqət yetirək. Aşağıdakılardan hansı qısadır? 51-ci test tapşırığına əsasən qısa olanı müəyyən etməliyik. Burada cənub tropiki və şimal tropiki hər ikisi eyni uzunluqda olduğundan məntiqi baxımından düzgün deyil. Yəni, heç biri cavab variantı ola bilməz. Və baxırıq nəyə? Burada şimal qütb dairəsi olan yerdə 40 dərəcəli şimal paraleli təbii ki, düzgün ola bilməz. Çünki paralellər ekvatordan qütblərə doğru qısalırdılar. Yəni, şimal qütb dairəsi 66,5 40 dərəcəli şimal paralelinə nisbətən daha qısa olacaq təbii ki. Və burada meridian çevrəsi diqqətimizi çəkməlidir. Meridianlar biz bilirik ki, biz meridianları qövs olaraq götürürük, yəni yarım çevrə olaraq götürürük və hər bir meridian uzunluğu 20.000 kilometr götürülür. Burada çevrə olduğundan bu 40.000 kilometr olaraq nəzərə alınmalıdır. Çünki çevrə sözü var. Yəni 40.000 və şimal qütb dairəsi burada ən kiçiyi, ən qısası olacaq. Ən qısası olacaq. Siz bunu, məsələn, şimal qütb dairəsinin belə deyək ki, 1 dərəcəsinin qiymətini bilməsəz də, bunu 60 dərəcəli paralelə görə belə hesablaya bilərsiniz. Yəni 60 dərəcədə 1 dərəcəmizin qiyməti 55,8-dir. Bunu dairə olaraq, çevrə olaraq götürəndə 360-ı vururuq 55,8-ə. Bu da edir 20.088.
Yəni həqiqətən də müqayisədə çox böyük fərq var və ən qısa olacaq şimal qütb dairəsi. 52-ci suala baxaq. Daxili horizontalın mütləq hündürlüyünü hesablayın. Əslində rahat bir test tapşırığıdır. Bunu necə edirik? Verilən məlumatlardan istifadə edirik və 260 ilə 220 metr hündürlüyü olan horizontalların arasında 1, 2 boşluq var və bunların fərqi 260-dan 220-ni çıxırıq 40 metridir. 40 metri də bunların arasındakı boşluqların sayına, yəni 2-yə bölürəm və edir 20 metr. 20 metr bizim kəsmə yüksəkliyimizdir. Kəsmə yüksəkliyi 20 metrdirsə, bizə bu horizontalın, daxili horizontal, bunun hündürlüyü lazımdır. Və bu baxırıq ki, təpə relyef formasıdır. Həm belə deyək, bir ştrixlərdən bilirik, həm də hündürlüyün qalxmasına əsasən bilirik ki, bu təpə relyef formasıdır. Təpə relyef forması daxili horizontala getdikcə hündürlüyü artırdı. Burada kəsmə yüksəkliyimiz 20 olduğundan bu hissə 280, bu hissə isə 300 metr olacaq. Yəni D variantı. 53-cü suala baxaq. Həm materik, həm okean yer qabığına malik olan litosfer tavalarını müəyyən edin. Biz bilirdik ki, demək, Sakit okean tavası yalnız okean tiplidir. Nazca yalnız okean tiplidir. Afrika həm materik, həm okean tiplidir. Ərəbistan yalnız materik tiplidir. Hind-Avstraliya həm materik, həm okeandır. Şimali Amerika həm materik, həm okeandır. 4, 5, 6 düzgün cavabdır. 54-cü suala baxaq. Neft üçün doğru olmayan fikirləri müəyyən edin. Üzü mənşəli olub bitki və heyvan qalıqlarından yaranmışdır. Bizdən doğru olmayanları istəyir. Diqqətli olaq. Neft demək üzvü mənşəlidir, bəli. Bitki və heyvan qalıqlarından, fosillərdən yaranıbdır. Bu düzgün variantdır. Bizə isə yanlış lazımdır. Maqmatik mənşəli olub, xeyir, bu artıq bildik. Yanlışdır. Maqmatik mənşəli deyil, üzvü mənşəli çökmə sıxurlarda yaranır. Yanar faydalı qazıntıdır. Bu doğrudur, ona görə götürmürük. Bizdən doğru olmayanları istəyir. Metamorfik sıxur olub kvarsitdən çevrilibdir. Təbii ki, bu yanlışdır, ona görə götürürük. Demək, tapşırığın arxasında varmı? Xeyr, yoxdur. O zaman 2 və 4 düzgün cavabdır. 55-ci sual. Sxemdəki vəziyyətə əsasən ekvator xəttinə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Birinci qeyd edək görək, tapmalıyıq ki, bu hansı vəziyyətdir? Bu qara gördüyünüz hissə uşaqlar gecədir. İşıqlı gördüyünüz və günəşə əsasən də bilirik ki, artıq burada gündüzdür və bu hissə daha çox işıqlanıbdır. Demək ki, baxaq görək, günəşə tərəf ən çox yönələn haradır? Cənub tropiki. Cənub tropiki. Cənub tropiki günəşə tərəf meyllənirsə, demək hansı tarixdir? 22 dekabr tarixidir. Və günəş 23.5 cənub enliyində zenitdədir. Yəni qış gün dönümüdür. Ekvator xəttinə günorta vaxtı günəş şüalarının düşməyi bucağını hesablayaq. 90 dərəcə çıxılsın ekvator, yəni 0 çıxılsın 23,5 dərəcə 66,5. Bu həm də ekvator xəttinə ümumiyyətlə minimum düşmə bucağı hesab olunur. 56-cı suala baxaq. Miqyası 1/5 milyon olan xəritədə İslandiya adasının sahəsi 41,2 sm kvadratdır. Bu adanın həqiqi sahəsini demək hesablayın deyir. Gəlin birinci miqyasın kəmiyyətini tapaq. 5 sıfırını silirik, qalır 1 santimetrdə 50 kilometr. Və biz sahə hesablayanda təbii ki, miqyası kvadrata yüksəltməlidir. Yəni 1 kvadrat santimetrdə 50-nin kvadratı. 50-ni kvadrata yüksəldirik. 2500 kvadrat kilometr. Və tənasübə əsasən qeyd edək 41,2 kvadrat santimetrdə nə qədər olar? X kvadrat kilometr. Buradan da x bərabərdir. 41,2-ni vururuq 2500-ə.
Və cavabımız 103.000 kvadrat kilometr edər. Və bizdən də cavabı bu şəkildə istədiyindən siz cavabı yazanda 103.000 kvadrat kilometr şəklində qeyd etməlisiniz. 57-ci tapşırıq. Uyğunluğu müəyyən edin. Antarktida, Afrika və Şimali Amerika. Geoloji keçmişdə qədim Lavrasiyanın tərkib hissəsi olmuşdur. Lavrasiya bilirik ki, şimal materiklərini yaratmışdır və bu, Şimali Amerikaya xas olan xüsusiyyətdir. Bura yazırıq A. Sahəsinə görə yalnız Avrasiya materikindən geri qalır. Bu, sahəsinə görə ikinci materikimiz olan Afrika materikidir. 30,3 milyon kvadrat kilometrdir. Qütb mülayim tropik işıqlanma qurşaqlarında yerləşir. Bu, təbii ki də Şimali Amerika materikinə aid bir xüsusiyyətdir. Həm tropik, həm mülayim, həm də qütb işıqlanma qurşağına düşür. Zeynində qeyd edirik. Greenwich və ekvator xətti ilə kəsişir. Bu, artıq bizə o deməkdir ki, bu materik 4 yarımkürədə yerləşir və bu bilirik Afrika materikidir. Bütün meridianlar yerləşir. Yəni, bütün meridianlar, bütün coğrafi uzunluqlar, bəli, Antarktidada yerləşir. Gəldik situasiya tapşırığımıza. A məntəqəsi 1-ci saat qurşağının orta meridianı üzərində Vezuvi vulkanına yaxın ərazidə yerləşir. 1-ci saat qurşağının orta meridianı haradır? Bunu tapmaq üçün 1-i vururuq 15-ə. 15 dərəcə şərq uzunluğu. Və deyir ki, bu A məntəqəsi orta meridianı üzərindədir, yəni buradadır. Vezuvi vulkanına yaxın ərazidə yerləşir. Yəni, bu haradadır? Avropaya yaxın yerləşir. Bu ərazidə zəlzələlər baş verir. A məntəqəsində qütb ulduzu 40 dərəcə bucaq altında görünür. Buradan artıq müəyyən edə bilərəm ki, bu hansı enlikdir. Qütb ulduzu biz bilirdik ki, yalnız şimal yarımkürəsində görünür və hansı paralelin üzərində dayanırıqsa, eyni dərəcədə bucaq altında da görürük. Əgər 40 dərəcə bucaq altında görünürsə, deməli, A məntəqəsinin enliyi 40 dərəcə şimal enliyidir. Çünki cənubda görünmür. Burada fəsillər aydın müşahidə olunur. Təbiidir, bu hissə mülayim işıqlanma qurşağına düşdüyü üçün burada fəsillər də aydın müşahidə olunacaq. Artıq suallara keçək. A məntəqəsinin coğrafi koordinatlarını, bu bizim koordinatlarımız, bir də istədiyi məlumatlar, hansı materikdə yerləşdiyini, 15 şərq uzunluğu, 40 şimal enliyi, təbii ki, yerləşir Avrasiya materikində, yəni ikinci olacaq Avrasiya. Növbəti sualımız 59-cu suala baxaq. A məntəqəsinin yerləşdiyi ərazidə zəlzələlərin baş vermə səbəbini yazın. Təbii ki, A məntəqəsi, biz bilirdik ki, dünyada iki belə deyək, seismik qurşaq var. İki əsas böyük seismik qurşaq var. Təbii ki, Sakit okeanı halqa şəklində götürsək, quruda bunların sayı 2 dənədir. Yəni, Alp-Himalay qurşağıdır və Sakit okean odlu halqasıdır ki, Şimali Amerika, Cənubi Amerika, Avrasiyanın şərqini əhatə edirdi. Burada da qeyd olunan ərazi koordinatlara əsasən bilirik ki, artıq Alp-Himalay seismik qurşağına düşür. Və yaxud da digər biraz uzun yazmaq istəsəz yaza bilərsiniz ki, təbii ki, bu Tazer tavalarının toqquşma sərhəddinə uyğun gəlir. İki materik tavası burada toqquşur və ona görə də bura seismik ərazidir. 60-cı suala baxsaq, A məntəqəsinin hansı işıqlanma qurşağında yerləşdiyini yazın. Bayaq qeyd etdim artıq mən bunu. 40 dərəcə şimal enliyi mülayim işıqlanma qurşağında yerləşir. Bura yay gün dönümündə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Demək, enliyimiz bayaq qeyd etdiyimiz kimi 40 dərəcə şimal enliyidir. Və bura yay gün dönümündə, yəni yay gün dönümü 22 iyunda günəş şüalarının düşmə bucağını hesablayırıq. 90 dərəcə çıxılsın 40 dərəcə. 22 iyunda günəş 23,5 şimal enliyində zenitdədir.
Məntəqəmiz də Günəşdə şimal enliyində olduğuna görə bu zaman toplanılır. 90-dan 40, 50, 50-nin üstünə 23.5, 73,5 dərəcə olacaq.